Namazlar və xüsusən də sübh namazı insanın imanını ortaya qoyan əməllərdən sayılır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, münafiqlərə ən ağır gələn namaz işa namazı və bir də sübh namazıdır. Əgər onlar orada olan savabı bilsəydilər, iməkləyərək olsa gələrdi. Nə deməkdir? Yəni insan yeriyə bilmir, iməkləyir. O halda gələrdilər. Yəni o qədər, yəni savabı böyükdür. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Bəşşiril məşşəinə fizzulami iləl məsəci bin nuri təmmi yevməl qiyamə. Yəni gecə qaranlığında məscidlərə gedənləri onlar üçün qiyamət günü tam bir nur olacağı ilə müjdələ. Yəni görün Allah Teala necə mükafatlandırır. Yəni gecə qaranlığında insan məscidə getdiyi üçün qiyamət günü o nur olacaq onunla. Və ona görə də insan yəni vaxtında yatmalı. Çünki insanın gec yatması əlbəttə gec yatdıqda necə oyana bilər? Vaxt tez yatmalıdır ki, yəni tez oyana bilsin və sübh namazı yəni namazına günün yəni əvvəlindədir. Kim xüsusən cəmaatlıqla qılarsa, yəni Allah Teala'nın himayəsində olar. Elə bir ki, insan sübh namazını cəmaatlıqla qılarsa qorunmasına səbəb olur. Əgər insan sübh namazını zay etdirsə, insanın günü də yəni zay ola bilir.